Sualınızı nə dəyişir? Belə bir sualla sizə müraciət etmişdi dostlar. İnsanın canında problem olanda, əlbəttə ki, xəstələnəndə, nəsə problem olanda, əlbəttə ki, bu da əhvala təsirsiz ötüşmür. Və bugün biz insanın immunitetinə təsir edən və yaxud immunitetin təsir etdiyi bəzi viruslardan danışacaq ki, Ellabdan həkim infeksionist Eldar Məmmədov studiyamızdadır. Eldar bəy, xoş gördük sizi. Xoş gördük, sabahınız xeyir. Biz bugün elə papilloma virusu haqqında danışacaq. El arasında ona ziyil də deyirlər, əlbəttə ki. Və hansı növləri var? Ən çox insanda, yəni nə vaxt yaranır, haralarda yarana bilər ehtimallar və son zamanlar sizin müşahidələr nəyi göstərir? Son zamanlar ümumiyyətlə insanların immun sistemi ilə bağlı problemlər də çox yayılıb. Bu alkoqol istifadəsidir, naş həyat tərzidir, bir çox spa mərkəzləri, hamamlar, qidalar, sağlamlıq mərkəzləri hətta bu tip yerlərdə, yəni prosedur olunan yerlərdə daha çox yaymalar mümkündür. Və insanlarda immun sisteminə bağlı olaraq daha da bəlirgin, daha da artış verir bunlar. Və bunların bir neçə növ tipi var, 40 növü var. Yəni sadəcə genital hissədə olanların 40 növü var. Ümumi olaraq bədəndə yayılanların isə 200-dən çox növü var. Bu 40 növdən 13 dənəsi yüksək risk qrup daşıyır. Yəni bunlar hətta onkoloji riskə də səbəb olur. Yəni qadınlarda və kişilərdə onkologiya törədə bilirlər. Ən çox da törədənləri 16 və 18-ci tipdir, bizim üçün təhlükəli sayılırlar. Tabii, yəni bildiyimiz ziyil, yəni gördüyümüz, öyrəşdiyimizdə biz çox hallarda ziyansız kimi baxırıq. Dədə-babadan belə baxmışıq. Amma bunun onkoloji nəticəsinin ola biləcəyi, bu proses necə gedir ki, bu zərərsiz hesab elədiyimiz ilk baxışdan bir yoluxma halı gedir, çıxır onkologiyaya? Belə deyim, bu əsasən də dediyim kimi 16-cı, 18-ci, yəni araşdırmalarımız da var, bunun üzərində məqalələrimiz, tezislərimiz var. 16-18-ci tiplərdə genetik olaraq insan hüceyrəsini mutasiya elətdirə biləcək, yəni daha çox atipik bir hüceyrələrə çevirə biləcək genetik bir meyillik var, mutasiyalar var. Bunun nəticəsində əsasən də qadınlarda ən çox bu rast gəlmələr qadınlarda olur. Qadınlarda uşaqlıq boyunu xərçənginə gətirib çıxara bilir. Yəni servikal hissədə qadınlarda uşaqlıq boynunda virus yoluxarsa və uzun müddətli müalicə, yəni təqib olunmazsa, düzdür, spesifik bir müalicəsi yoxdur, ən çətin tərəfi də budur. Uzun müddət müalicə olunmazsa və üzərinə hər hansı bir başqa cins infeksiya da yoluxarsa, bundan sonra eroziyalar başlayır və diskomfort hissi, klinik olaraq şikayətləri başlayır və bu yavaş-yavaş atipik hüceyrələrə doğru yönəlir və kəskin eroziyadan sonra onkoloji dəyişiklik baş verə bilir. Kişilərdə də eyni ilə anal və penil hissədə, yəni orqan ətrafında da dəri üzərində, yəni bu baş verə bilir, xərçəngə çevrilir. Elə xəstəliklər var ki, onlar peşə xəstəlikləridir. Məsələn, insan ağır işdə çalışırsa, mütləq fəqərələrdə, sonra müxtəlif qrıjalar və s. Bütün gün o qaynaqla işləyirsə, gözdə müəyyən problemlər olur, yanıqlar və s. Monitörlardır, indi elektriklər. Yəni, papillomlar, həmin bu ziyillər, xüsusilə indi genital ziyillər dediniz. O, hər hansı bir, belə deyək də, bir məşğuliyyətə onun aidiyyatı varmı, yoxsa bu hər kəsdə ola bilər? Xeyr, bu birbaşa olaraq yaşam tərzinə, həyat tərzinə bağlıdır və bunun ən çox yoluxma yolları cinsi yolla yoluxur, intim əlaqə ilə. Ancaq digər yoluxma yolları var ki, az rast gəlinsə də, rast gəlinir. Dediyim kimi, bunlar təmas vasitəsilə dəriyə hər hansı bir pozitiv, seropozitiv insanın yoluxdurduğu əşyalar, gigiyenik vasitələri digər insan istifadə edərsə, bu zamanda yoluxma mümkündür. Kimsə yayda gedir harasa, hansısa bir mehmanxana, ölkəyə, istirahət mərkəzinə bir dəsmaldan istifadə edir. Yoluxa bilər, mümkün qədər gigiyenik vasitələrdir, dəsmaldır, dəri, açıq dəriyə təmas edən vasitələrdir. Bu vəziyyətlərdə mümkün qədər insanlar öz vasitələrindən istifadə etsinlər, gigiyenik vasitələrdən istifadə etsinlər. Bu nəinki HPV xəstəliyində, digər göbələk xəstəliyində, qoturluq xəstəliylərində mütləqdir. Yəni bu, məsələn, deyək ki, indi bu istirahət mərkəzi gündəmdir, yayda hər kəs gedir, indi heç kim də bir qorxuya salmayaq. Amma yəni bunu otel, istirahət mərkəzi yuyursa, çamaşırxanada yuyulursa, bu orada yenə yaşaya bilərmi? Bəli, bəzi hallarda olur. Yaxşı, yəni yuyulma prosesi yaxşı olmadıqda, təmizlik və yaxud da təzyiq altında yuyulmadıqda bunlar baş verə bilir və hətta bəzi yerlər ola bilir ki,
birbaşa olaraq qurudulub dəsmal təkrar istifadəyə verilən yerlər də ola bilir. Yəni bu hamısına bir spesifik bir nəzarət Risk yoxdur. daşıyır. Bəli, Doğru, risk doktor. daşıyır. Bəzən doğrudan da elə mövzular var ki, bu məhrəm mövzulardır. Bəzi verilişlərdə deyirlər, ayıbdır bunu müzakirə eləmək. Ona görə də vəziyyət daha da getdikcə ağırlaşır. Belə mövzular müzakirə olunmalıdır. Elə insanlar da var ki, belə bir düşüncə ilə deyir ki, yox, utanıram və s. Bu utancaqlığın özü vaxtında həkimə gəlməmək, müraciət eləməmək hansı fəsadlara Bəli, daha gətirib çıxara ən bilər? çox bunu kişilərdə biz rast gəlirik. Yəni zillər, genital zillər hətta çox böyük vəziyyətə gəlir, müraciət etmirlər. Normalda öz yaşam tərzlərində gizlədirlər, yəni gizli bir hala çevrilir artıq. Normalda bir öz həyatları da qalır bir sual altında və həkimə də müraciət etmirlər. Həm qorxurlar, papillomalar öncə götürülməlidir mütləq. Götürülmədikcə daha da artır. Çünki spesifik bir müalicəsi yoxdur. Hər hansı bir spesifik bir antiviral preparat yoxdur. Çünki virusdur bunlar. Və zillər həmin virusların yuvasıdır belə, loril dillə desək, ocağıdır. Biz o papillomaları götürməsək, təraş olarkən və yaxud da ki, təmizlikdən istifadə edərkən yayılma ehtimalı daha da çoxdur. Bədənə yayılır. Bəli, Yəni yandırmaq məsələsi var da, onun yoxsa başqa hansı papillomalar, yəni mexaniki Ellabda olaraq. məsələ necədir yandırmaq? Bəli, Ellab klinikasında mexaniki olaraq lazer vasitəsilə götürülür və götürüldükdən sonra biz onları korreksiyasından sonra yerli olaraq kimyəvi kremlərlə müalicə edirik. Bəli, kimyəvi kremlərlə müalicə edilir. Təbii ki də burada immun sistemi önəmlidir. Pasiyentin immun stimulatorlar yazılır və yuxu rejimi, qidalanma rejiminə nəzarət etməsi tapşırılır pasiyentə. Yəni dediyim kimi hər hansı bir spesifik müalicəsi olmadığı üçün ancaq eləyə biləcəyimiz optimal variant budur. Doktor həkim, heyvanlardan da keçə bilirmi belə bir virus? Yəni yox, ev bu heyvanlar çoxdan sadəcə çoxdur. human papilloma virus adından bəlli olduğu kimi Bu insan insanlar, papilloma yəni. virusudur, bəli. Yəni bunun səbəbini biz hansısa ev heyvanda axtarmayaq boş-boşuna, belə bir şey ehtiyac yox. Siz dediniz ki, bu papillomanın elə növləri var ki, onkologiyaya gətirib çıxara bilir. Məsələn, Ellabda insan gəlir, yoxlatdırır. Yəni sizin klinikada bu diaqnozu mümkündürmü? Bəli, təbii ki də bilirsiniz ki, hal-hazırda Ellab klinikası ölkənin ən aparıcı laboratoriyalarına malikdir. Hal-hazırda burada bizə bir lazımdır əsas mikrobiyoloji laboratoriya və ikinci olaraq histopatoloji laboratoriya. Biz öncə nə edirik? Papillomadan, zildən birbaşa olaraq götürüb PCR müayinə veririk mikrobiyoloji. Hansı tip olduğu aydınlaşdırılır. Öncə 16 və yaxud da 18-ci tip və bu tipdən sonra məsələn, xanım gəlib müayinəyə 16 və yaxud da 18-də araşdırırıq. İkisindən birisi çıxarsa və yaxud da digər yüksək risk qrupları çıxarsa, o zaman bizdə şübhə yaranır ki, bunda risk var. Mütləq papsimir testi verilməlidir. Papsimir testində histopatoloji laboratoriyada mütəxəssislərimiz tərəfindən aydınlaşdırılır ki, hansısa bir dəyişiklik varmı, yoxmu hüceyrə səviyyəsində. Ondan sonra artıq hər hansı bir dəyişiklik olarsa və burada cin 1, cin 2, cin 3 səviyyəsində dəyişiklik var hüceyrəvi. Bu qadınlara aiddir. Qadınlara aiddir. Bunlar qadınlara aiddir. Kişilərdə isə dəri toxuması üzərində və ya da anal bölgü üzərində ciddi şəkildə artış və atipik bir formada zildən də artıq bir dəyişiklik forma görə bilirik, yəni fərqli bir forma görə bilirik. Bu zaman şübhəmiz olursa biopsiya götürüb histopatolojiya müayinəyə veririk ki, yəni hər hansı bir onkoloji bir dəyişiklik varmı, hüceyrəvi dəyişiklik varmı, yoxmu? Bu dəri xərçəngi deyil də, bu başqa... Yəni dəri xərçəngi, toxuma xərçəngidir. Analizlərdən artıq. Yəni daxili orqanlarda, bayaq qadınlarda oradan da çıxa bilir. Qadınlarda servikal hissədir, yəni cinsi münasibət zamanı toxunulan bir hissədir. Ona görə. Bəli, selili qışadır qadınlarda, kişilərdə isə dəri səthidir. Eldar həkim, indi gəlin uşaqlar barəsində də danışaq. Məsələn, mən özüm uşaqlıqda mənim əllərim ziyil idi, doluydu. Heç kəs inanmayacaq, Kaşpirovskinin bir o televiziyadan seansına baxandan sonra səhər yoxa çıxdı. Bilmirəm, ya o belə də sehirli o incir yarpağının südü idi, ya nə idi? Yəni hər şey, bugün uşaqlar var ki, zigilləri var. Heç bir seans, heç bir incil südü kömək eləmir. Dediyimiz kimi bizim üçün təhlükəli olan tiplər genital ziyillərdir.
dediyim kimi 40 tipdən bölgə. 13 Onu dənəsə. aydındır. İndi bizə valideynlər baxır ki, uşaqlarında məsəl o Bəli, ziyillər varsa, Onu bu da yəni ziyillər mümkündür biz bəli, təbii xəstəxanada. ki də lazer vasitəsilə götürülür, uşaqlar keydilə kompleks götürülür. yaşayırlar, bəzən Təbii ki. məktəbli Və bəzən artış verə bilər. Üz nahiyəsində ola bilər, əllərdə, ayaqlarda ola Göz bilər. üstündə bəzən olur. Bəzən olur, bəli. Yəni bütün bunlara elabda sizə Bəli, müraciət təbii ki, olunsa bizim mümkündür. O ziyinin hansı bölgədə olması daha çox önəmlidir də, belə bir Bəli, təhlükəsi onunla təhlükəsi müəyyənləşdirilir əsasən yəni. genital və anal bölgədə olanlar biraz risk daşıya bilər. Bu gələcəkdə uşaq olma və s. yəni buna Yox, onlara təsiri varmı? yoxdur, sadəcə bizim üçün həyati risk daşıyır deyə. Əlbəttə. Ona görə mütləq ilkin olaraq tədbir görülməlidir. Bəli. Onu da ancaq belə deyək də gizli getmir də proses. Vizual görünür. Vizual olaraq görüntülü gedir, ancaq qadınlarda gizli gedə bilər. Qadınlar var ki, uzun müddətli ağrıları olur, yəni pelvik hissədə ağrıları olur. Sistit olaraq düşünür, bəzən rayonda gedirlər həkimlərə. Sadəcə sistit yönündə yoxlanışlar gedir. Ancaq endometriyadan və yaxud da uşaqlıq boyunda hər hansı bir bilgi almırlar. Bunun üçün mütləq qadınlar rutin olaraq yoxlanırlarsa, mütləq HPV-nin genotip skriningini genotip incələməsini versinlər və yaxud da ən azından skriningi versinlər. Çünki bunlar mütləq vacib bir şeylərdir və HPV virusu olarsa, üzərinə ikinci il olaraq digər cins infeksiyalarına qoşulmağı da böyük bir riskdir. Başa düşdünüz və ehtimaldır. Hər hansı bir başdan sovdu maz vurmaq olarmı, Xeyr, krem vurmaq sadəcə olarmı? bizim üçün eləyə biləcəyimiz bir şey vaksinasiyadır. Bunlardan qorunmaq üçün mütləq vaksinasiya olunmalıdır. Dostlar, Ellab Laboratoriya və Poliklinika Mərkəzi xüsusilə əgər sizin bu ay doğum gününüzdürsə 50% endirim hələ də qüvvədə saxlayır. Eldar Məmmədov da həkimiz infeksionist studiyamızda qonaq idi. Elə məsələlər var ki, o gizli yerlərdə olsa da gizli saxlamaq olmaz. Vaxtında üstünə düşmək lazımdır. Bizdən bu günlük bu qədər. Uşaqları qorun, valideynləri unutmayın. Sağlam olun. Əhvalınız xoş keçsin bugün, ən azı bugün.